Tək əyləndiyim günlərdən biri daha və City Park Mall'un qabağında belə bir şeylər yığıblar. Maşınlar falan. Gəlmişəm baxmağa. BMW M8 amma köhnə deyəsən M8'dir bu. Nissan nəsə 350Z deyəsən bu. Chevrolet K adından çıxdı amma bildiniz. Corvette. Ay sağ ol. GTR bu futbolçunun maşınıdır. Bu ideal maşındır M8. Xəyaldır bu. Mandalin. Özümün mandalini bu. Fəxri Əsədovun maşınıdır bu. Bu tanımıram. Məncə hansısa drift bloger maşını ola bilər. Bu da yəqin ki. Bu da drift kardı. İqbal 800 Red Bull drift racing keçirdəndə iştirak eləmişdi. Bunu görməmişəm, bunu görmüşdüm yəni Red Bull'un keçirdiyində. Bu yalan deyirəm, yadıma gəlmir. Bu maşına görmüşəm, yadıma gəlir. Və deyəsən Fəxri də buradadır. Çünki yox, Fəxrin fiyatı deyil o. Ama qəşəng fiyatdır. Bu fiyatı deyirəm. Arxasında BMW Seriya 4 var, üstü açılan. Və bir də belə bir driftcar var. Bir də Mazda'sı da var, bu Hyundai da var bunun. Infinity'nin de var bu vida maşınlar. Hamısının markası ayrı-ayrıdır. Adını ama dəqiq bilmirəm. Qəşəng belə şeylər. Belə muscle motosikletlər var. Düzdür, motosikletləri çox istəyirəm maşınların. Maşınları da çox istəyirəm əslində. Daha çox üstünlük maşınlardan amma hal-hazırda yaşıma görə motosikletlər mənim diqqətimi daha çox cəlb eləyir. Amma bunların markasını daha dəqiq bilmirəm. Mən bildiyim M50, S50, S150, M50 zaddır. Belənçi. Mağazalara falan girirəm, baxıram. Bu molda 2 dəfə gəlmişəm və mağazalara falan da girim, baxım dedim. Qaqa, ayaqqabıların qiyməti məndən eynidir yola. Məndən eyni deyil, düzdür, daha düzdür. Amma nəysə deyəm, çox bahadırlar qaqa. Yəni ayaqqabı kolleksiyası yığmaq istəyirəm. Hə, düz istəklərimdən biri budur. Sadəcə yəni bir də ayaqqabı götürdüm Murtəlimə 30% endirimlə 300 manatdır da. Yəni tutaq ki elə endirimsiz 300 manatda, endirimlə belə 270 manata gəlir çıxır. Yəni yox, 210 manata. Yəni də məncə çox baha bir şeydir. Puma falan da, yəni orijinal Puma, Nike ayaqqabılar. Kolleksiya yığmaq olar, yığacam da, amma hələ yox, çox bahadırlar. 1000 abunəni keçək, 10.000 abunəni falan keçək, YouTube'dan pul qazanım alacam. Təkcə YouTube yox ha, Instagramdan falan da reklam eləyə bilərəm sizi. Əgər siz öz şirkətinizi mənimlə bir yerdə daha az tanıtmaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Mənə müraciət eləyin, düz bir həftə 3 adam normalda səhv zəng gəlirdisə, mənə müraciət edəndən sonra heç kimsə zəng eləməyəcək. Hani hardadır belə dürüst reklam? Nəysə bu arada mənə həqiqi sponsorluq lazımsa, deyəsən mənə sponsor olursunuz da siz. Mənə sponsor ola bilərsə, amma mən pul verməyəcəm. Yəni mənə pul, marka falan gəlin də qaqa. Yəni açıram təkliflərə. Ki ayaqqabı kolleksiyası, telefon kolleksiyası falan yığa biləm. Nəysə. Like atın videoya, abunə olun. Əslində vlog çəkməyi planlaşdırmırdım. Mən nəsə vlog kimi oldu. Bir neçə gün əvvəl də 30 yaşındakı Musa'ya video çəkib paylaşmışam. 2039'da onunla da baxarsınız inşallah. Nəysə, geçək bir də kəndilindən gelişən vlog oldu. Belə tutaq onda. Nəysə. Gedək görək nə verir baş. Qəlçələr də buradan belə görsənir. Çox qəşəngləri, özümün hoş. Hələ oradakı ən ideal maşın məncə M8-dir. Yəni köhnə M8 qədər əla ideal maşın mən görməmişəm. Çox qəşəng maşındır. Nəysə, devam. Deməli orada Türkiyədə mənim bildiyim masaj aparatı var. Türkiyədə çox xoşuma gəlmişdi. İndi də burada deyəsən 2 dəqiqəsi 1 manatdır. Bundan yox. Başqa bir modeli var idi, ona minmişdim. İndi gedək görək, o bir tərəfdə görmüşdüm. Orada varsa, səhv görməmişəmsə yoxlayacam. Gedək görək nə verir baş. Yeni şey imiş, sadəcə mənim yanımda fərqli qalıbmış. Nəysə. Kaş lokumuzdan 1 manatımızı götürdük. 1 manatımızı daxil edirik. Və
2 dəqiqə başladı məncə. Kəsəyə ömrəm. Başladı və birazdan deyəcəm. Birazdan deyəcəm. Yoxlamağa dəyər. Həqiqi deyərəm dəyər. Düz sözümdür. Mən İtaliyada və ya Türkiyədə çəkdiyim vloglara baxıram və ancaq özümü çəkdiyimi fərqinə vardım. Artıq kameranı belə tutacağam və belə danışacağam. Düzdür, belə biraz qələbəyə sərətdir. Məsələn, əgər sizlə danışıramsa sizə baxmalıyam, siz də mənə baxmalısınız. Amma videoya baxanda çox da o ləzzət ya da effektiv vermədiyini hiss elədim. Ona görə artıq ətrafa baxa-baxa mən nə görsəm siz də onu görəcəyiniz şəkildə danışmağa davam eləməyə çalışacağam. Düzdür, bu məni biraz narahat edir. Çünki digər insanları çəkirəm. Niyə onları çəkirəm bilmirəm. Və belə onları seçməmək üçün boş şeyləri çəkmək kimi ehtimalım var. Məsələn, indi qabağımda ancaq insanlar var və onları çəkərək onları narahat elədiyimi düşünürəm və digər insanları narahat eləməmək üçün özümü çəkirəm əslində. Biraz uzun oldu, nəysə çıxırıq indi təzədən maşınların yanına. Çıxdım. İnşallah bahara təlifli deyil. İdeal səs-küy düşmüşdü çölə. Mən zərərə düşməyə davam edəcək. Bilirsiniz ki, iPhone 6 işlədirəm. Və zərərətqə problemi var. Çox böyük zərərətqə problemi var. Ona görə də molda zərərətqə qoymuşdum telefonu. İdeal. Mənim gözəlim, onların hamısı korvetli zaddır, boş şeydir. Aşıq olmuş ha. İdealdır da, yəni. Konkret maşın olsam hər gün ölüb dirilib arzulayardım ki bu maşın olum. Yəni təkcə bu maşın yox, aslında digər məsələn F90 falan da olmaq istərdim, amma ya da ki Boomer 750 olmaq istərdim şəxsən. 99'un falan. Amma yəni söz ehtiyac yoxdur da qaqa. Bu şedevrdir. Şedevr. Çox qəşəng maşındır. Çox qəşəngdir. Burada bakın bunun Toyota'sı, orada da onun Infinity'si var. Bunu derdim sabahları. Oradan motosikletleri gaz verir ve uşaklar delidir cemaat kanka. Maşın vuracağım birimizi bosunbaya yiyecek. Öyle, itiraf. Ettiler. Ayak dediğin müstahçık şey M4. Kanka bu abardı bunlar da. Sen yani yere mil de yani. Azərbaycan şəraitində milə-mil demək olar buna. Çünki icazələri falan filan. Yəni normalda belədir. Burada Şuşalı acıqanda var, göstərmək olur. Baxın da yəni fərqə. Amma çox qəşəngdir bu. Kiminsə sağlığına qismət. Maşallah, maşallah. Belə bir də qəşəng maşın var. Qəşəng yığdırıblar. Həqiqi qəşəng yığıblar. Yəni qazanın falan dəyişib ideal şəkildə. Rəngi də məncə elə özü deyil, amma çox qəşəngdir rəngi də. Biraz maşına bakın, elə göstərin maşını. Bildiğiniz seriya 3 ama köhnədir. Yəni mandalinin bananı sarı versiyon. Qəşəngdir. Burada vazdır, məncə qəşəng vazdır. Prosta ki, yəni vazdır da çox görürük. Və Azərbaycanda belə Yapon maşınları görəndə şəxsən mən sevinirəm. Çünkü BMW'ni falan yığmaq hər kəsin işidir, amma Yapon maşınlarını, Subaru'nu falan tapmaq, yığmaq ayrı, yəni gərək əsl həvəskar olasan da onları yığmaq, onların zaptasını tapmaq üçün. Yəni o əsl həvəs işidir. Yoxsa yəni BMW'lər falan, özüm mən şəxsən BMW-yə yığacam. Hə, çünki başımı əziyyətə salmaq istəmirəm özümü, nə yalan deyim. Aha, motosikletlər getdi ora. Baxıram ki, kim hara qatışır, deməli orada motosiklet zad var, baxıram ora. O da motosikletten geldi bu ses. Bakın istiyorsanız. O bir daha seriya 4 daha. İdeal. Qəşəngdirlər. Seriya 4 M olsun, olmasın, CS olsun, nə bilim. Seriya 4'lərin hamısı idealdır məncə. Yəni BMW'lərin hamısı ideal. O da Dragon'dur, stop faraları Dragon'dur. Məncə bir dəqiqə fürsət olsa göstərəcəm. M4 CS de məncə orijinal CS deyil. Yığılmadır. Bildiğim kadar çünkü ses 2 dənədir Azərbaycanda.
Neyse. Oradan gəlir. Bax bu da bax idealdır. Bu əsl həvəskar maşındır. Bilirsən ki adam yəni BMW yığmağa 2/2-dir. Prosta ki bayaq dediyim kimi bunu yığırsaz gərək əziyyət çəkəsən. Əsl yəni əziyyət qoyulan maşındır. BMW ismini deyəsən. Getdi. Qəşəng. Bu da qəşəngdir. Yığılma olmağına baxmayaraq ideal yığıblar. 3 motor deyəsən. Ya 3'tü ya da Kayo keçdi bir də. O dağ motosikletidir Kayo. Bilməyənlər varsa deyim. Qəşəngdir. Deyəm Velosiped var. Dəyişdi. İdeal. Bu çox qəşəng. Bax bunun ki yəni gözəldir də konkret. Çox qəşəngdir. Onda çox böyük zərərkar problemi var. Qəşəng maşın gəldi dayandı. Abart. Abart abardır. İdeal da abi. Bu da M4. Çox qəşəngdir ama. Özüm adam qəşəng pul olur ha. Belə maşınlar alıb yuğa. Yoxsa mən sözüm belə Range Rover alım, bir dənə maşınım olsun, sürüm də istəmərəm şəxsən. Qəşəngləri. Uf, sən bax, sən. Oy, qaqa yəni. Range Rover sürərsən, bir dənə bundan 3-4 dənə maşın alıb kənara atarsan qəşəng. Ondan sürərsən yəni. Mən şəxsən ikinci variant seçirəm. Bəli, telefon zərəkası bəlkə də heç indi video çəkmir, ha, çəkilmiş. Hə, telefon zərəkası tez-tez sönür, yəni telefonda problem var. iPhone 6-da yəni təkrar edeyim. Hə, ona görə də hal-hazırda belədir vəziyyət. Çox qəşəng yerlər oldu. Bir çoxun təəssüf ki, sizə göstərə bilmədim, buna görə üzr sayın. Amma hər şey burada var. Əsas ki gördüm mən. Məncə siz də digər insanların videosundan falan görə bilərsiniz. Çünki çox adam çəkirdi. Sabah 6-ya kimi falan olacaq deyəsən. Nəysə. Gedirəm evə, inşallah vlog davam edəcək, davam edəcək. Qutarsa da burada qutaracaq. Keçdik növbəti kadra. Burada bu şeyin altı. Bura əvvəllər bütün suydu. Ancaq oralar suda amma hal-hazırda. Oh, neçə vaxtı bu? Baba yo baba bu sarı baba ha. O neçə gündə orada püskünə qoyublar o canın başı. Ala biraz qabağa verdim. Ay zinə. Daha ucunun da istiqaməti var. Bunu yox görək. Ha, polno. Bu da getdi. Aha. Şa. Ala. Ala. Çox sağ. Yaxşı.